İstərdim ki, satış sektorunda etik marketing prinsipləri nə dərəcədə qorunur? Bu haqda bizə deyəsiniz. Ümumiyyətlə, qorunurmu sizcə? Müşahidələriniz nə deyir? Ümumiyyətlə, çox geniş şəkildə qorunur. Təbii ki, 100% hər kəs bunu qoruyur, hər kəs buna riayət edir deyə bir çıxış etmək doğru olmaz. Amma etik formada bunu doğru formada edən şirkətlərin sayı digərlərinə nisbətən qat-qat çoxdur. Burada əsas məsələ nədir? Marketinq də əslində biraz, necə deyim, biraz söz oyunudur, biraz insanları cəlb etmə oyunudur və Azərbaycan Respublikasının reklam haqqında qanunu var. Hal-hazırda səhv etmirəmsə, dünən yenidən bir dəyişiklik oldu. Orada da müəyyən bir qaydalar qoyulur ki, reklam verən şəxs, yəni şirkət öz müştərisinə məlumatları doğru, düzgün şəkildə verməlidir. Onun əgər hər hansı bir məhsul satırsa, o satdığı məhsulun sata bilməyi barəsində lisenziyasını təqdim etməlidir və ya hər hansı bir, tutaq ki, qida məhsuludursa, onun xüsusi çıxarışlarını təqdim etməlidir. Yəni, müştəri istədiyi anda ona çata bilməlidir. Yəni, bu, digər halda yenə də qanuni olaraq bir məhdudiyyət yaradır şirkət qarşısında ki, siz reklamı verirsiniz, tutaq ki, məsələn, bizdə yağ, kərə yağı 90%-dir, amma əslində bu 70%-likdir və ya biz deyirik ki, 90% pambıqdandır bizim paltar, amma aşkar olunur ki, bu 50% polisterdir, 50%. Bu da bir hüquqi məsuliyyət yaradır.